Salam, əziz şagirdlərimiz, əziz valideynlərimiz və hörmətli müəllimlərimiz. Biz bugün Azərbaycanın ən gözəl rayonlarından biri olan Tərtər rayonunun Buruc kəndindən qabaqcıl, nümunəvi, sevilən, seçilən müəllimlərimizdən birini sizə təqdim eləmək istəyirik. Müəllimə, adınız, soyadınız necədir? Məmmədova Səkinə Musa qızı. Müəllimə, neçənci ildə pedaqoji fəaliyyətə başlamısınız? Neçə il pedaqoji fəaliyyət göstərmisiniz? Hansı məktəblərdə, hansı fənni tədris eləmisiniz? Mən özüm Gəncə Pedaqoji İnstitutunun Biologiya fakültəsini qurtarmışam. Qiyab oxumuşam. 72-ci ildən fəaliyyətə başlamışam. 13-cü ilə qədər işləmişəm. Ay maşallah, 43 il fəaliyyət göstərmişsiniz. Onun 25 ilini Adil Həsənov adlı Buruc kənd orta məktəbi, tam orta məktəbin direktor vəzifəsində işləmişəm. Çox gözəl. Bəs niyə görə bu qədər fənlərin içindən biologiya fənnini seçdiniz? Təbiət olan marağıma görə. Çox gözəl. Müəllimə, neçə övladınız var? Biz sizin haqqınızda eşitdik ki, siz çox gözəl ana, çox gözəl nənəsiz. Neçə övladınız, neçə nəvəniz var? Mənim özüm 4 evladım var. Evladlarımın ikisi ali təhsillidir. Biri texnikumu qurtarıbdır, biri orta təhsillidir. 12 nəvəm var. Onlardan biri ali təhsillidir. Hal-hazırda Bakı şəhərində qaz idarəsində işləyir. Çox gözəl. Qaz mühəndisliyini qurtarıbdır. Bir nəvəm 11-ci sinifdə buraxılış imtahanlarını verir. Yerdə qalan nəvələrim də Allah qoysa yavaş-yavaş. İnşallah ki, bütün nəvələriniz ali təhsil alar, ali təhsili başa vurar, hər hansı bir vəzifədə, peşədə, sahədə çalışar və ümid edirik ki, nəvələrinizdən sizin yolu, sizin pedaqoji fəaliyyəti davam etdirənlər də olar. İnşallah, olar. Bəs müəllimə, bu 43 illik fəaliyyətinizdə sizin uğurlu yetirmələrinizdən sizin yolu davam edən şagirdlər olub? Bəli, olubdur. Biologiya fakültəsini, kimya fakültəsini qurtaran uşaqlarımız olubdur. Yüzlərlə ali təhsilli mənim şagirdlərim olub, hal-hazırda ayrı-ayrı idarə müəssisələrdə çalışırlar. Onlarla mən fəxr edirəm. Onlar həmişə mənim vəziyyətimlə maraqlanır. Bu da o deməkdir ki, siz özünüzü də, fənninizi də o şagirdlərə sevdirmisiniz ki, onlar hələ də sizlə maraqlanırlar. Bəs buradan bizim bu çəkilişə 5 il, 10 il, 15 il sonra baxacaq olan şagirdlər var, gələcək nəsil var, sizin nəvə nəticələriniz var. Onlara ürək sözləriniz, arzularınız nə olardı? İnşallah biz də sizə onu arzu edirik ki, həmən bu çəkilişlərə siz 15 il, 20 il sonra nəvə nəticələrinizi yanınıza alıb baxasınız və bugün bu çəkiliş vasitəsilə bildirdiyiniz ürək sözləri, xoş arzuları eyni zamanda da canlı şəkildə də onlara bildirəsiniz. İnşallah, inşallah. Buyurun, ürək sözləriniz. Nəvələrimə tövsiyəm hər gün nəvələrimin hazırlığa gedəni var, orta məktəbdə oxuyanları var. Hamısına məsləhət bilirəm ki, həyatda yaşamaq üçün düzgün cəmiyyətə yararlı vətəndaş olsunlar və ali təhsil alsınlar. Təhsillərini davam etdirsinlər və həyatda özlərinə elə bir yol seçsinlər ki, gələcəkdə mən də onlarla fəxr edeyim. İnşallah. Biz də arzu edirik ki, siz bütün arzularınıza çatasınız və arzularınıza çatmış vəziyyətdə, arzularınıza çatdığınız halda nəvələrinizi ali təhsil almış, hər hansı bir vəzifədə görüb, bu videoya baxa-baxa canlı-canlı nəvələrinizi eyni vəzifədə görəsiniz, arzuladığınız halda görəsiniz. Biz sizə Çağdaş Təhsil komandası adından öz təşəkkürümüzü bildiririk. Xoş xatirələrinizi, xoş anlarınızı, ürək sözlərinizi bizlə paylaşdığınıza görə, sevilib seçilən müəllimlərdən olduğunuza görə isə xüsusi təşəkkürümüzü bildiririk. Sağ olun, var olasınız. Sizə minnətdaram. Gəldiyinizə görə əziyyət çəkmisiniz. Çox sağ olun. Siz sağ olun.